Salam, dəyərli abituriyentlər və şagirdlər. Bugün Dövlət İmtahan Mərkəzinin 9 illik 2-ci zona imtahanının dil qaydaları suallarına nəzər yetirəcəyik. Demək, bu tip izahların tez-tez gəlməyini istəyirsinizsə, videonu paylaşın və bəyənməyi, eləcə də rəy yazmağı unutmayın. Başlayaq testimizə. Bizim baxdığımız B variantının testidir. 27-də baxaq. 27-də deyir ki, hansı sırada yalnız 2 sözdə eyni hərf buraxılır. Yəni, burada hər variantda 3 söz var. Bizdə 2 sözdə eyni hərf olan variant lazımdır. Birinci baxırıq. Boykot O, bariyer və müntəxəbat Ə. Getdi. Çünki hərəsi ayrı-ayrıdır. Asfalt, güvənc, qəlb, P. Qəlb də ola bilər, qəlb də ola bilər, fərq etmir. P də, B də ola bilər. İkisi də müxtəlif mənalı sözlər ifadə edər. Amma yenə bizim variantımız deyil. Selofan, O, pianino, aranjman. Baxın, 2 O və biri adı. Bu demək ki, bizim variantımız C bəndidir. Ambisiya mı, tramvay mı, ambulatoriyada mı? Bu da getdi. Eləcə də buldozer, fotoetüd, D, xınayaq D. Bu da D-dir. Demək, bunlarda üçü də eyni olduğuna görə bu variantlar çıxırıq. Doğru cavab C bəndidir. 28. Burada C yazım, orada görsənmədi. Üzərində rəqəm yazılmış hissələr haqqında doğru fikir müəyyən edin. Əziziyəm dərdimi, suya deyim dərdimi. Bağban şirin yuxuda əğyar gülü dərdimi? Deməli, sizə bu mötərizəyə alınmış, fərqləndirilmiş hissələr lazımdır. Suya deyim nə edim? De sözün kökü deyim, mən deyimdir də. Demək, olacaq xəbərli şəkilçisi. Nəyi suya deyim? Dərdimi. Dərd sözün kökü, mənim dərdim, mən sübiyət və yenə baxın, fərqləndirilmiş hissə idi. Bu olacaq hal, nəyi? Hal şəkilçisi, təsirli hal şəkilçisi və əğyar gülü dərdimi? Bu da sual ədatı. Ədatdır, yəni. İndi variantlara baxaq. Deməli, birinci üçün sual, xeyr, bu 7. Xəbərli şəkilçisi burada var. Bir də xəbərli şəkilçisi burada var birincidə. Digər variantlar gedir. İkinci hal, baxın, elə cavabımız B variantıdır. Birinci xəbərli, ikinci hal şəkilçisi, üçüncü sual ədatıdır. Daha sonra növbəti 29-da. Deyir ki, əlbəttə çalışqan şagird dərslərini vaxtında hazırlayar. Cümləsində sintaks təhlil sxeminə uyğun müəyyən edin. Demək, sintaks təhlil istəyir sizdən. Nə edər? Hazırlayar. Kim hazırlayır? Şagird. Deməli, necə şagirddir bu? Çalışqan şagirddir. Nəyi hazırlayır şagird? Dərslərini. Demək, və vaxtında da olacaq zərifli. Nə zaman hazırlayır? Vaxtında hazırlayır. Demək, burada bir əlbəttə var. Əlbəttə də bilirik ki, modal sözü köməkçi nitq hissəsidir, təhlil olunmur. Demək, bizdə gəlir təyin mübtəda, tamamlıq, amma zəriflik var. Bunlarda zəriflik yoxdur, çıxaq. Təyin mübtəda, tamamlıq, zəriflik xəbər. Doğru cavab C bəndidir. Daha sonra növbəti 30. Yalnız biri saydır deyir sizə. Çoxal. Çoxalmaq feildir. Bildiyimiz kimi bircə zərf, 1-ə 5 yenə zərf, 1-2 say, sonsuz da sifət. Demək, doğru cavab bu sifətdir. Yazdım. D bəndidir. Yalnız say istəyir. Hansı sözdə 2 leksik, 2 qrammatik şəkilçi var? Deməli, 2 leksik, baxın, 2 qrammatik istəyir. Vətənpərvərlik. Vətən sözün kökü, pərvər, bilirsiniz ki, leksik şəkilçidir. Lik də leksikdir, deyir də qrammatik. Qurulmuşdur. Qurmaq sözündən qurulmaq, qurulmuşdur. Yəni, bu da cavabımız olmayacaq. Bunları çıxırıq. Sonra yaraqlanmaq, yaraq sözün kökü, yaraqlamaq, yaraqlanmaq və maq şəkilçisi. Yenə 2 leksik, 1 qrammatik getdi.
Burada söz göstərmədiyi üçün burada təhlil edəcəm. Qurudakılar, quru sözün kökü, dakı sifət şəkilçi, qurudakılardan, hələ dan da var burada. Lar, cəm, dan da hal şəkilçisi. Bir leksik, 2 qrammatikdir deyə bu da getdi. Bircə qaldı uçqundakılardan. Deməli, uç sözün kökü, uçqun, leksik, dakı, leksik, lar, cəm, dır, qrammatik. Xəbərli şəkilçisi, qrammatik şəkilçisi. Doğru cavabımız E variantıdır. 2 leksik, 2 qrammatik şəkilçisi var burada. 32-ci sualda 2-ci dərəcəli üzvün iştirak etdiyi adlıq cümlələr sırasını müəyyən edin. Deməli, 2-ci dərəcəli üzv iştirak etsin. Ada dil imtahan nəticələri həyəcan, sevinci. Deməli, burada yalnız baş üzvdür, yəni yalnız mübtədadır. Səngər, əskər və komandirlər yenə də baş üzvdür. 10-cu sinif uşaqları, hansı sinif 10-cu? Son qələbəyə olan inam hissi. İnam hissinə, inam hissi. Deməli, necə inam hissi idi bu? Son qələbəyə olan inam hissi idi. Doğru cavabımız C bəndidir. Şuşa şəhəri, Həcər ananın ömrünün ahıl vaxtları. Bu bütöv götürüləcək. Yəni, bu da mübtədadır, bu da mübtədadır. Payızın son ayı. Deməli, payızın ayıdır deyə bütöv mübtəda. Dəniz sahili, yenə də bütöv mübtəda. 33-ə baxaq. Hansı cümlədən məqsəd zərfli işlənib? Demək, məqsəd zərfli istəyir. Anar 5 aldığı üçün çox sevinirdi. Baxın, bu səbəb zərfli idi, məqsəd deyil. Çünki səbəbdə artıq iş bitmiş olur. Yəni, anarın sevinməyinin səbəbi onun 5 almasıdır. Uşaq tərifləndiyi üçün həvəsə gəlib. Yenə də səbəbdir. Baxın, uşağın həvəsə gəlməyinin səbəbi onu tərifləyiblər. İstidən qonaqların hamısı tərləmişdi. Nə səbəbə qonaqlar tərləyib? İstidən, yenə eyni ilə səbəbdir. Düşmən qorxaraq geri çəkilir. Nə tərzdə? Qorxaraq. Burada tərzdir. Və dostunu təbrik etmək üçün hədiyyə aldı. Baxın, nə məqsədlə? Məqsəddə isə iş və hərəkət hələ baş tutmayıb, hələ olacaq. Gördüyünüz kimi, hələ dostunu təbrik etməyib, edəcək. Dostunu təbrik etmək üçün hədiyyə aldı olacaq məqsəd. Doğru cavab E variantıdır. 34-cü sualda nümunəyə əsasən cədvəldəki uyğun fikirlər müəyyən edin deyir. Mən ağa ağ dedim, qaraya qara. Sən mən istədin, çəkəsən dara. Yenicə sağalır vurduğun yara, mənim bu yaralı könlümə dəymə deyir. Demək, burada doğruları istəyir, burada yanlışları. Buna diqqət edək. Deməli, birinci sütunda yalnız doğruları götürəcək, ikinci sütunda isə ancaq səhvləri götürəcək. Düzəltmə sözlərdən ikisinin kökü feildir. Düzəltmə sözlər hansılarda? Mən ağ dedim, qaraya qara, sən mən istəyən çəkəsən dara. Yenicə, baxın, sağ sözü var, sağal var, amma feil deyil, kök. Yara sözü var, yara, bu feil olacaq və yenə yar, yara, yaralı. Yenə kök feil olacaq deyə düzəltmə sözlərin ikisinin kökü feildir, doğrudur. Adlıq, təsirlik və yönlük halda olan isimlər işlənib. Demək, baxaq, mən ağ dedim, qaraya qara, sən məni istədin, çəkəsən dara. Diqqət edin ki, burada isimlər axtarırıq. Yenicə sağalır, vurduğun yara, deməli, oldu adlıq halda. Mənim bu yaralı könlümə dəymə. Nəyə? Könlümə, bu da oldu yönlük halda. Amma sizdən təsirlik halda deyir. Təsirlik hal yoxdur. Adlıqla yönlük var, təsirlik yoxdur. İkini çıxırıq. 2 olan variantları çıxaq. Deməli, 3-ə baxır. Təsirlənməyən feil tərkib əmələ gətirib. Təsirlənməyən feil haradaydı? Mən ağ dedim. Deməli, yenicə sağalır. Baxın, vurduğun yara. Nə edir? Sağalır. Nə? Yara. Hansı yara? Vurduğun yaradır.
Deməli burada fe'li sifət var, amma tərkib deyil. Yəni 3 də səhvdir. 3-ü də çıxsaq, doğru cavabımız B variantıdır. Yenə də baxaq. Əvəzliklərin hamısı. Nəzərə alınır ki, ikinci sütunda yalnız səhvləri götürəcəyik. Doğrular lazım deyil. Əvəzliklərin hamısı ismi əvəz edib. Deməli, burada məndir, isimdir, səndir, məndir, yenə isimdir, başqa yoxdur. Yenə sağlar vurduğum yara burada da yoxdur. Mənim isimdir. Baxın, bu var bir də burada. Bu yaralı könlümə dəymə. Bu isə sifəti əvəz etdiyinə görə sizə nə deyir? Hamısı ismi əvəz edib səhvdir. Yəni, bunu götürəcəyik. Variant kimi var variantımızda da. 5-ə baxaq. Təsdiqlənən feillər yalnız xəbər və əmr şəklindədir. Deməli, dediyim xəbər, istədiyin xəbər, çəkəsən. Baxın, çəkəsən arzu şəklində. Yəni, bu da səhvdir. Yalnız xəbər əmr deyil, eyni zamanda arzu şəklində də var. Əmr hardadır? Əmrə tapaq. Mənim bu yaralı könlümə baxın, dəymə. Bu da əmrdir. Amma arzu olmadığına görə variantda bu da səhvdir. 4, 5, 1, 4, 5 doğru cavab B variantı. 35-ə baxaq. Hansı nümunədə kitab söz birləşməsi ilə ifadə olunub? Bilirik ki, söz birləşməsi üçün ən azı 2 müstəqil leksik mənalı söz olmalıdır. Kitabda müraciəti ifadə edir. Niyə məlulsan? A dağlar qızı. Baxın, dağların qızı ikinci növ təyinli söz birləşməsi ilə ifadə olunub. Belə doğru cavabımız A olacaq. Digər variantlara nəzər yetirək. Ay yoldaşlar. Baxın, burada 2 söz var, amma ay sözü köməkçi nitq hissəsi olduğuna görə biz buna söz birləşməsi əmələ gətirib deyə bilmərik. Yəni, tək sözdən ibarətdir. Şairdir, görünür, düz ilqarı var. Burada da ümumiyyətlə kitab yoxdur, müraciət yoxdur. Böyük oğlum, kiçik qızım dərs əlaçısıdırlar. Burada da kim dərs əlaçısıdır? Böyük oğlum, daha doğrusu oğlum, qızım, kiçik ilə böyükdə söz birləşməsi var, amma kitab deyil. Çıxdıq. Əzizim, sirdaşım, köməyim sənsən. Yəni də burada sözdən ifadə olunduğuna görə E də çıxdı. Doğru cavab A variantıdır. 36-da deyir, biri feilin indiki zamanı inkarındadır. Baxaq, gəl sözün kökü, mı inkar, irdə zaman. Bilirik ki, indiki zamanda inkar şəkilçisi mamə kimi deyil də mı kimi olur. Yəni orada A saydı düşəcək. Mı üstə ır, ir, ur şəkilçisi. Onca doğru cavab A variantıdır. B-də gəlməz, qeyri-qəti gələcək zaman, gəlməmişdir, nə etməmişdir, daha sonra keçmiş zaman, gəlmədi, keçmiş zaman, gəlməyib də keçmiş zaman. Yəni bunların hər birini çıxırıq. Demək, qrammatika suallarımız bitdi. Qaldı mətn suallarımız, onda növbəti videoda izah edəcəm. Sağ olun, uğurlar uşaqlar.